Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadda kanalında sizi xoş gördük. Mən Samir Bəşirli. Bu günləri sizə 26 oktyabr 2025-ci ildə keçirilən güvən sınaq imtahanının 11-ci sinif 2-ci qrup A variantının sualları ilə tanış edəcəm. Və güvən sınağında iştirak edən dostlar kanala yaxın əyləşin. Əgər digər dostlarınız da iştirak edibsə və düzgün cavablarla tanış olmaq istəyirsə, onlara da atın tez bir zamanda. Qoy onlar da düzgün cavablarla tanış olsunlar. İştirak eləməyənlər isə bu suallarla istəsəz açıqlama qismində qeyd elədiyim Telegram kanalına daxil olub oradan işləyib daha sonra bu kanala daxil olaraq sualları düzgün cavablarını görə bilərsiniz. Beləliklə başladıq. 61-ci sual. Cərmədan döyüşünün nəticəsi nə oldu? Ərəblər qalib gəldi və ərəblərin şimala Albaniya yolları açıldı. Cavab burada C-dir. Digər cavablar hamısı səhvdir. 62. Bəy hüquqları haqqında reskriptdən fərqli olaraq kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə ilə biz bilirik ki, bəy hüquqları haqqında reskript 1846-cı ildə qəbul olunanda orada kəndlilər üzərində polis və məhkəmə hüququ verilmişdi bəylərə. Lakin kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə ilə 1865-ci il əsasnaməsi ilə həmin hüquq onların əlindən alınır. Deməli cavab nədir? Mülkədarların kəndlər üzərində polis və məhkəmə hakimiyyəti hüququ ləğv edildi. Cavab burada D-dir. Sonra 63-cü sual. Gələk 63-cü suala Frank və Bizans imperiyalarının, Frank və Bizans dövlətləri həmçinin Xəzər xaqanlığının oxşar və fərqli cəhətlərini soruşur Weyler-Venn diaqramında. Deməli, Vandal krallığının işğal edilməsi. Vandal krallığının işğal edilməsi bu aiddir Bizans imperiyasına. 2A-dır. 2A-dırsa mən 2A-ları seçirəm. A olmayanları buradan çıxıram. Məsələn, bunu çıxdım, bunu çıxdım. B bəndi. İstəmi xanın hücumuna məruz qalması. Bu da Bizans imperiyasına aiddir. Vəssalam. Əslində cavabı tapmışam, amma yenə də yoxluyuram. Çünki bu biri cavabların heç birində B yoxdur, burada var. Yenə də yoxluyuram. Bəlkə nədəsə səhv eləmişəm, ola bilər. 3C. Xəzər xaqanlığı Aşina sülaləsinə mənsub olması. Bu düzdür. Ərəblərə qarşı mübarizə aparılması. Bu həm Frankın, həm Bizansın, həm də Xəzərin oxşar cəhətidir. Bəli. Holodvik tərəfindən əsasının qoyulması da, bu da Frank dövlətinin, yəni ona aiddir. Cavab burada olur A bəndi. Bəli, A bəndi düzgündür. Sonra keçdik digərinə. Görürsünüzsə, yəni çıxdaş üsulu ilə tapmaq asandır. Belə üsulları daha çox öyrənmək istəyənlər isə Premium Akademiyada hazırlıqlara yazıla bilər. Mənim özümün həm onlayn, həm də əyani qruplarım var. 2-4-cü günlər əcəmidə, 3-6-cı günlər isə xalqlarda dərsləri keçirəm. 3-6-cı gün saat 7-də isə onlayn qruplarım fəaliyyət göstərir. Yazılmaq istəyənlər, imtahanda maksimum nəticə toplamaq istəyənlər açıqlama qismindəki nömrə ilə əlaqə saxlaya bilərlər. Davam eləyək. Son Tunc ilk dəmir dövründə saxsı qab istehsalının inkişafına təsir göstərmişdir. Nə olacaq? Ayaqla hərəkətə gətirilən dul uçaqlarından istifadə. Cavab C olacaq. Çünki Son Tunc ilk dəmir dövrü ilə bağlı ancaq bu uyğun gələ bilir. Çünki əhalinin oturaq həyata keçməsi neolit dövrüdür, bu ola bilməz. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, bu təbii ki, Orta Tuncdadır, Son Tuncda deyil. Boyalı qablar mədəniyyəti, bu da Orta Tuncdadır, formalaşması. Təsərrüfatda kişi əməyinin ön plana çıxması, bu da erkən Tuncdadır. Ona görə cavab burada C-dir. 65-də nə deyir? Deyir 1830-cu ildə Çar fərmanı ilə Azərbaycanda ilk rus məskənlərinin yaradıldığı bölgələri müəyyən edin. Bu biz bilirik ki, ŞLK, yəni Şamaxı 3, Lənkəran 1, bir də Qarabağ 4. Yəni 1, 3, 4. Cavab Y-dir. Bu ərazilərdə salınıbdır ilk rus məskənləri. Cavab Y bəndidir. 1, 3, 4. Sonra keçirik 66-cı suala. Eradan əvvəl 6-cı yüzilliyin sonlarında üsyana qalxmış Afinalıların məqsədi nə idi? Onlar tiranlığa son qoymaq istəyirdilər. Tiranlığı devirmək istəyirdilər. Cavab B-dir burada. Xalq tribunları, bu bəziləriniz mən bilirəm ki, bunu yazıb. Xalq tribunları Eradan əvvəl 5-ci əsrdə Romada olub. Yəni Yunanistanda olmayıb. 67. Azərbaycanda Səlcuq yürüşlərinin nəticələri ilə bağlı uyğun fikirləri müəyyən edin. Baxın, doğrunun altından doğruları yazmalıyam. Burada uyğun soruşur. Əgər uyğun olmayan soruşsaydı, onda doğrunun altdan yanlışları axtarmalıydım. Doğrunun altdan doğruları seçməliyəm, yanlışın altdan yanlışları seçməliyəm. Baxaq, Azərbaycanda türk tayfalarının ikinci böyük axını baş verdi.
Bu üçüncü axındır. Yəni birinci axın biz bilirik ki, Kimmer, Skitsak tayfaları eradan əvvəl 7-ci əsrdir. İkinci axın 3-5-ci əsrlərdə bu Hun, Sabir, Basil, Xəzər və s. tayfalardır. Üçüncü axındakı Səlcuq türkləridir. Ona görə bir səhvdir, mən biri bura götürmürəm. Biri çıxdım. Bizansın Cənubi Qafqazda möhkəmlənmə siyasəti puça çıxdı. Bəli, Səlcuq yürüşlərinin nəticələri ilə bağlı bu doğru cavabdır. Doğru olmayan, bax bunu çıxıram. 2 olanlara baxıram. Məziyyədlər sülaləsi asılı hala salındı. Xeyr, məziyyədlər yox, kəsranilər asılı hala salınıbdır. Ona görə 3-ü də buradan çıxıram. İndi baxıram bura. 4-ə baxıb cavabı tapacağam. Burada mən yanlışı tapmalıyam. Diqqətli olmaq lazımdır. Xəzər dənizində Azərbaycan ticarət gəmiləri üzməyə başladı. Bu yanlışdır. Bu Səlcuq türklərinin dövründə olmayıb. Bu Mərzban İbn Məhəmmədin dövründə olub. Ona görə yanlışı istədiyinə görə mən 4 olan variantı seçirəm. Cavabım olur Yeməndi. Altını da yoxlayaq. Azərbaycanda qədim dövlətçilik ənənələri bərpa olundu. Bu da səhvdir. Çünki Səlcuq yürüşlərindən qabaq zaten burada dövlətçilik var idi. Cavab Y-dir burada. 2, 4, 6. Keçdik digər suala. Digər suala keçək. Deməli, 68. Eneolit dövrü əhalisinin dəfn adətlərinə aiddir. Ölülərin yaşayış məskənində bastırılması. Ölülər yaşayış məskənində eneolit dövründə bastırılırdılar. Bəli, bir düzdür. Bir olmayanları buradan çıxıram. Bir olmayanlar çıxdıq. Bəzi qəbirlərin üzərində kurqanların qurulması. Kurqanlar. Bu eneolit dövrünə aid deyil. Bunu da çıxdım. Gördüyünüz kimi cavab öz-özünə çıxdı. 1-3. Cəsədin üstünə qırmızı boya səpilməsi. Bəli. Cavab elə A bəndidir. Amma çıxdaş üsulunda da gərək diqqətli olasan. Orada aldığın cavabı da yoxlamaq vacibdir ki, bəlkə sən səhv çıxdaş eləmisən. O da ola bilər. 69. Səbəb nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Doğru verildiyi bənd. Səlcuqların Malazgirt döyüşündə qələbə qazanması nəticəsi Bizansın Kiçik Asiyadakı mülklərini itirməsi. Bu düzdür. Bizans Kiçik Asiyada müəyyən qədər ərazini itirir Şərqi Anadolunu. Buraları çıxdıq, yəni bir olmayanları dərhal çıxıram. 2-yə baxıram. Mərkəzi Asiyada Əbu Müslimin üsyana qalxması, Qaraxanlı dövlətinin iki hissəyə parçalanması. Bu səhvdir. Qaraxanlı dövlətinə aidiyyatı yoxdur Əbu Müslim üsyanının. Və cavabım 1-4-dür. Knyaz Siyatoslavın qarətçi yürüşü, bəli, 965-də Xəzər xaqanlığının süqutu ilə nəticələnmişdir. Cavab burada B bəndidir. 70-ə baxıram. 19-cu əsrin sonunda Təbriz, 20-ci əsrin ikinci 10 illiyində Bakıda qadınların güclü etirazı ilə nəticələndi. Bu yəqin ki 1898 deməli Zeynəb Paşa qiyamı və 1916 Bakıda Babı Bund, yəni qadın qiyamını nəzərdə tutur. Hər ikisi möhtəkirliyə qarşı idi. Möhtəkirliyə qarşı idi və deməli cavabımız nə olacaq burada? Möhtəkirlərin süni şəkildə ərzaq məhsullarını bağlaşdırmaları. Cavab C-dir burada. Keçdik 71-ə. 71-ci suala baxaq. Deməli, eradan və 8-ci əsrin birinci yarısında Mannanın güclənməsinə səbəb oldu. Bir variantlara baxaq. İranzunun mərkəzləşdirmə siyasəti, bu İranzu 740-dan sonra gəlib, bu ola bilməz. Türk tayfalarının ölkə ərazisində məskunlaşması, yəni bu da 7-ci əsrdə idi, bu da çıxdıq. Midiya tərəfindən himayə olması, bu Deyok Midiyanı, yəni 8-ci əsrdə Midiyada himayə olunub. Yəni üzr istəyirəm, Midiyada dövləti 8-ci əsrin ikinci yarısında yaradıb. Yəni bu ola bilməz. Özü onda da bir şəhərdən ibarət, Həmədandan ibarət bir dövlət idi. Vauş döyüşündə Manna qoşunlarının qələbə qazanması, bu da səhv fikirdir. Bir dənə cavab qalır, o da A bəndidir. Yəqin ki, kitabda belə bir cümlə var. 8-ci əsrin birinci yarısında Mannanın özünü bir dövlət kimi tanımasına və qüvvətlənməsinə səbəb olmuşdu. Urartuya qarşı aparılan müharibələr. Yəqin ki, orada onu nəzərdə tutur. Amma hər halda biraz mübahisəli sualdır bu. Biraz mübahisəli sualdır. Aydındırmı? Yəni biraz burada mübahisə var. Dostlar, siz də bu sualla bağlı nə düşünürsünüzsə, onları şərh bölməsində qeyd edə bilərsiniz. Cavab A olmağına A-dır, amma belə mübahisəli sualların salınması da biraz düzgün deyil. Yeri gəlmişkən, Premium Akademiyada güvən kurslarının sınaqları da keçirilir. Həmçinin bizim öz sınaqlarımız da keçirilir. İstəyənlər açıqlama qismindəki nömrə ilə əlaqə saxlayıb sınağa yazıla bilərlər. 72 daha sonra baş vermişdir. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi. Yəni burada 661-ci ildir. Bir gələk qabağından illəri yazaq. Verden müqaviləsinin imzalanması 843-dür. Qəznəli dövlətinin əsasının qoyulması, bu 962-dir. İmperator Justinianın Sasani şahı ilə sülh müqaviləsi imzalanması 532-dir. Kürşadın
başçılığı ilə üsyanın baş verməsi bu nə vaxtda 639-dur. Daha sonra deyirsə 962, yəni C bəndi daha sonra baş verib. Hamısından ən sonda baş verən budur. Sonra keçdik 73-cü suala. 73-cü sual. Eradan əvvəl 1-ci əsrin birinci yarısında Roma Atropatena münasibətləri üçün xarakterlikdir. Biz bilirik ki, 1-ci əsrin birinci yarısında Lukul və Pompeyin yürüşləri nəticəsində Atropatena Romadan asılı vəziyyətə düşür. Deməli, cavab burada A-dır. 74. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Tarixi proseslərin məntiqi ardıcıllığı nə olacaq burada? Baxaq. Cavanşirin ərəb xilafəti ilə diplomatik danışıqlar aparması. Bunun nəticəsi nə ola bilər? Ərəblərin Azərbaycanın ilk hücumlarını dayandırması bu ola bilməz. Bunun nəticəsində ən uyğun cavab burada C-dir. Çünki Bizanspərəst feodallar ona görə Cavanşiri qətlə yetirirlər. Düzdürmü? Deməli, mən 2C olan varianta baxmalıyam. Bu da C bəndidir. Görək 4-də nə verib? Düzgün gəlirmi? Bunun da nəticəsində yəni Albaniya, Ərəb xilafəti, Xəzər və Bizans arasında müharibə meydanına çevrildi. Hə, hardasa uyğun gəlir. Çünki qalan heç bir cavab uyğun gəlmir. Tutaq ki, biz 4-ə A qoysaq, Arşaki sülaləsinin hakimiyyəti bərpa olması bu absurddur. Yəni Arşaki sülaləsi artıq 500 ondan sonra yox idi. Sonra 4-ə məsələn C də qoya bilmərik. Yəni bu Cavanşir belə deyək də. Bəs onda 2-yə nə qoyacağıq? 2-yə B. Ərəblərin ilk hücumunu dayandırması elə bir şey, yəni o səhvdir. Dayandırmırlar. Sonra 4-ə Y qoya bilərik burada, amma 2-yə də A qoya bilmirik. Bu da səhvdir. 4-ə B də qoya bilmirik. Çünki bunun nəticəsində ərəblər hücumlarını dayandırmırlar. Əksinə yəni Albaniyanı tamamilə işğal edirlər. Bax, sualları bu cür özünüz üçün analiz edərək cavablamaq lazımdır. Ən uyğun cavabı seçirik. O da C bəndidir. C bəndi uyğun cavabdır və düzgün cavabdır. 75. 75-də nə deyir? Paytaxtları rəqəmlərlə verilmiş feodal dövlətlərin 10-cu əsr tarixinə aid ümumi cəhəti müəyyən edin. Deməli, nədir burada? Biraz uzaqlaşdıraq. Deməli, burada deməli 10-cu əsr rəqəmlərlə verilmiş feodal dövlətlər. İndi baxaq, bax bir aradır, bir Ərdəbildir. Ərdəbildir. Ərdəbil haraların paytaxtı olub? Gəlin yazaq, bax. Bir Ərdəbil. Bir Ərdəbildir. Bu da Sacilər, Saci, Salari və Rəvvadi. Rəvvadi. Düzdür, bu dövlətlərin paytaxtları olub. 2. 2 aradı Gəncə. 2 Şəddadilərin paytaxtı olub. Düzdür. 3. Şirvanşahların paytaxtı olub. 4. 4 haranın paytaxtı olub. Bu Təbrizdir. Bu da Rəvvadilərin yenə paytaxtı olub. Düzdürmü? 5 də heç bir dövlətin paytaxtı olmayıb. Yəni Naxçıvan ərazisi heç bir dövlətin paytaxtı olmayıbdır. Ona görə 1, 2, 3, 4-ü götürürəm. 1, 2, 3, 4-ü götürürəm. Bircə dəqiqə bu 5 Naxçıvan. Naxçıvan 10-cu əsrdə heç bir dövlətin paytaxtı deyildi. Yaxşı, baxaq. Baxaq. 1, yəni 2 ilə 4. Yəni Gəncə və Təbrizdir. Bu da Rəvvadi ilə Şəddadi idi. Düzdürmü? Bunların deyir ümumi cəhəti. Səlcuqlar tərəfindən süquta uğradılması 10-cu əsr tarixinə aid ümumi cəhətlərdir. Bu səhvdir. Çünki 10-cu əsrdə Səlcuqlar heç gəlməmişdilər. Yəni bunu biz çıxdıq. 2, 4, 5, yəni 5 burada heç bir dövlətin paytaxtı olmadığına görə mən bu 2-ni də buradan çıxıram. Cavabım qalır 3, 4. Yoxlayaq. 3, 4. Yəni Şirvanşahlarla Rəvvadilər. Oxşarlıq nədir? Ərəb mənşəli sülalələr. Düzdür. 4-də nə deyir? 1, 3. Yəni 1, 3 hansı idi? Saci, Salari, Rəvvadi, bir də Şirvanşahlar. Yəni yəqin ki, Saci Salarini burada nəzərdə tutub, ya da Sacini nəzərdə tutub ola bilər. Çünki Ərdəbil bunların üçündən biri də olmuş ola bilər. Şərt deyil ki, üçü də olsun. Yəni ola bilər ki, birini nəzərdə tutub. Biri ilə əgər bizim şərtimiz ödənirsə, mən bunu düzgün götürə bilərəm. Yəni bu da Sacidir, bəli. Sacilər də, Şirvanşahlar da 10-cu əsrdə Dərbəndi ələ keçiriblər. 988-də Şirvanşahlar və 10-cu əsrin birinci yarısında da Yusif ibn Əbüsac. Deməli, cavabım burada B bəndidir. B bəndi düzgün cavabdır. Sonra keçdik 76-ya. 76. Nə deyir 76-da? Romada eradan əvvəl 1-ci yüzillikdə vətəndaş müharibələrinə gətirib çıxaran amillər. Ordunun muzlulardan təşkil edilməsi, muzlu qoşunlar. 1-ci yüzillikdə ola bilər, baxaq yenə də variantlara. Plebeylərin öz hüquqları uğrunda patrislərlə mübarizə aparması, yəni 2, 100% səhvdir, 2 olanları dərhal çıxıram.
3. Deməli, sərkərdələrin nüfuzunun daha da artması. 3 100% düzdür. Zaten bizdə 3'lər qalıb. 4. Orduya başçılıq edən strateglərin özbaşınalığı. Yəni bu strateg Romada olmayıb da, Afinada olub. Strateg Afinada olub. Deməli 1-3-5 qaldı bizdə. Sərkərdələr arasında hakimiyyət uğrunda mübarizə. Bu da düzdür. Lakin bir biraz mübahisəlidir. Olsun yenə də cavab deyildi. Olsun yenə də cavab deyildi. Cavab deyil. Yəni əslində düzgün cavab 3-dən 5-dir. Sadəcə bir də burada var deyənə mən məcburam ki 1-3-5 götürəm. Keçək 77-yə. 77-yə keçək. Qədim və yeni daş dövrlərinə aid ümumi cəhətlər. Qədim və yeni daş dövrlərinə aid. Qədim daş dövründə torpağı toxa ilə şumlamırdılar. Yəni paleolit dövründə elə bir şey yox idi. Neolitlə paleolitin oxşarlıqlarını soruşur. Biri çıxıram buradan. Süni yolda əldə edilmiş oddan istifadə, bəli, bu bütün dövrlərin oxşarlığıdır. Yəni orta paleolitdən tutmuş, yəni bu günə qədər bütün dövrlərin oxşarlığı nədir? Süni yolla əldə edilmiş oddan istifadə. Ona görə 2-ni də mən götürürəm, 2 olmayan variantı çıxıram. Qəbilə icmasının mövcud olması. Qəbilə icması hər ikisində olub. Yəni üst paleolitdən tutmuş, eneolitə qədər olubdur. Ona görə cavabım burada D olacaq. Saxsı qab istehsalı yeni daş dövründən sonrakı dövrlərin oxşarlığıdır. Ona görə bunu da buradan çıxsam, cavab elə bu qalır. İndi Frank dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Birinci Göytürk dövləti ilə Frank dövlətinin oxşarlıqlarına baxaq. Avarlara qarşı mübarizə. Bəli. Bir adı, bir adı. Saks tayfalarının asılı salınması. Bu yəni Franklara aiddir, lakin birinci Göytürk dövlətinə aid deyil. Ona görə bir B-ni buradan çıxıram. Bizans imperiyası ilə diplomatik əlaqələr saxlanılması. Yəni Franklarla Bizans diplomatik əlaqələr saxlayıb, birinci Göytürk dövləti də saxlayıb. Ona görə bir AC olacaq. AC variantını saxlayıram. Bu iki variantın ikisi də çıxdı. Bu iki variant qaldı. Və baxıram ki, 2-də B var, 3-də C var. Yəni bunlara baxmağa ehtiyac yoxdur. Yalnız 2-yə baxıram. 2-də A. Sasanilərlə müttəfiqlik. Frank dövləti Sasanilərlə heç bir demək olar ki, əlaqə saxlamayıblar. Amma Albaniya saxlayıb. Ona görə bu onların oxşar cəhəti ola bilməz. Və mən buradan A-nı da çıxıram. Cavabım qalır nə? Y bəndi. Y bəndi qalır. Yaxşı sual idi bu. Çox yaxşı sual idi. Xoşum gəldi bu sualdan. Deməli, burada qalır Y bəndi. Yenə yoxlayıram. 2B, Ərəb xilafəti diplomatik əlaqələr, bəli, Frankla Albaniyanın oxşar cəhətidir. 3-də isə Xəzər xalqanlığı ərəblərin Avropada irəliləməsinin qarşısını alması. Bəli, Xəzər şərqə hücumunun qarşısını alıb. Frank isə qərbə, qərbi Avropaya. Aydındır, cavab burada olur Y bəndi. Sonra keçdik 79-a. 12-ci əsrin 20-ci illərində Şirvan-Gürcüstan münasibətlərinin yaxşılaşmasına Şirvanşah 3-cü Mənüçöhrün həyat yoldaşı Tamay ilə yanaşı Səlcuq türklərinin zəifləməsi də təsir göstərmişdi. Gürcülərlə həm qohumluq, həm də ittifaqa arxalanan 3-cü Mənüçöhr 1066-cı ildən etibarən mövcud olan Səlcuq asılılığına son qoyaraq onlara illik bac ödəməkdən imtina etmişdi. Mətndə bəhs edən 3-cü Mənüçöhrün xarici siyasətindəki dəyişikliyi şərait yaratmışdır. Nəyə? Şirvanda Məziyyədlər sülaləsinin nüfuzunun zəifləməsi. Məziyyədlər yox idi yəni burada. Bu çıxdıq. Tamarın Şirvanı Gürcüstana birləşdirməsinə nail olmasına. Yəni bu da səhvdir. Yəni belə bir şey də səhvdir. Onda qalır 3-4. İraq Səlcuq Sultanı Mahmudun Şirvana yürüş etməsinə, Gürcü çarı 4-cü David tərəfindən Azərbaycan torpaqlarının istilasına. Bəli, cavab burada B bəndi daha düzgündür. Sonra keçdik 80-ci suala. 80-ci sualda nə deyir? Baxaq. Deyir ki, xəritədə işarələnmiş dövlətin 12-ci yüzilliyin ikinci yarısı tarixinə aid hadisələr. Deməli, mən burada götürürəm 1150-dən sonra. Bu da Qəznəlilər dövlətidir, fikir verirsinizsə. Qəznəlilər dövlətinin ərazisidir. Yəni, həm də 12-ci əsrin ikinci yarısında bu ərazidə ancaq Qəznəli dövləti vardı. Qurulu tayfalarına qarşı mübarizə. Bu düzdür. Qurulu tayfaları. Bir də paytaxtın Lahora köçürülməsi də düzdür. Cavab elə Y bəndidir burada. Y bəndi. Xarəzmkarlar tərəfindən süquta uğradılan Qaraxanlı dövləti idi. Sonra keçdik 81-ə. Aqoin Məclisinin qərarlarına əsasən Albaniyada nə oldu? Zərdüştlük dini təbii ki yox. Bu da yox. Çünki bu xristianlığa aid idi. Arşak sülaləsinin hakimiyyəti başa çatdı. Bu da səhvdir. Xristianlığı təbliğ edən məktəblər açıldı. Bəli, bu ən düzgün cavab elə burada budur. D bəndi. 82. 82-də nə deyir? Fələstin və Suriya işğal olundu. Misirin şimal sərhədləri ilk dəfə Fərat çayına çatdı. Nubiya tabe edildi. Yəni bu nəyin nəticəsidir? İlk dəfə Fərat çayına çatan. Bu birinci tutmosuydu da. Bu açar sözdən bilirik ki, birinci tutmos. Cavab Y bəndidir burada.
83. Yusif bin Əbu Sac, Fəzl bin Məhəmməd və Şəmsəddin Eldənizin oxşar cəhəti nə olacaq? Deməli, hər üçü birinci növbədə gürcülərlə mübarizə aparıblar. Baxım görün 5-ci variant varmı burada? Bəlkə aşağıda 5 də var. Ha, yoxdur. Elə 4 dənədir. Bəli, burada gürcülərlə mübarizədir. Bir də Dəbil şəhərinin ələ keçirilməsidir. Cavab burada 1 ilə 3-dür. Slavyan basqınlarına qarşı mübarizə o oxşar cəhət deyil. Yeni dövlətin əsasını qoyması yenə oxşar cəhət deyil. 1 ilə 3-dür cavab. Sonra keçdik 84-cü suala. 84-cü sualda nə deyir? Baxaq. Deyir ki, Çindəki Tan sülaləsini himayə edən Uyğur xaqanları onları qiyamçıların çıxışlarından və qonşuluqdakı Tibetlilərin hücumlarından qoruyurdular. Bunun qarşılığında onlar Çin imperatorundan ipəklə xərac alırdılar. Çinin ticarət yolları da Uyğurların nəzarəti altına keçmişdi. Mətnə əsasən Uyğur xaqanlığının Böyük Hun dövləti ilə ortaq xüsusiyyətlərini müəyyən edin. Deməli, Uyğurun Böyük Hunla ortaq xüsusiyyətləri. Tan imperatoru, yəni Tan Böyük Hun dövründə yox idi. Çin ticarət yollarının nəzarət altına alınması və 3-1-də Tibet tayfalarına qarşı mübarizə. 2 ilə 3 ən uyğun cavabdır. Bəli, çünki Çin imperatorlarına qarşı baş vermiş qiyamın yatırılması bu ancaq Uyğurlara aiddir. Hunlara aid deyil. Bizə isə hər ikisinin oxşar cəhət olmalıdır. O da 2 ilə 3-dür. Çünki biz bilirik ki, Mehdi xan Tibet tayfalarına qarşı mübarizə aparıb, həmçinin Uyğurlardan da Bölgü xaqan aparıb, mübarizə aparıb. 85. Xronoloji ardıcıllıq. Səlcuqların Azərbaycanın fəthini başa çatdırması 1066-dır. 1066. Qızıl Arslanın özünü sultan elan etməsi 1191-dir. Dərbənd əmirinin Şirvanşahlar dövlətindən asılı vəziyyətə düşməsi bu 988-dir. Tiflis müsəlman əmirliyin ləğv olması 1121-dir. Deməli, necə olacaq bu? Necə olacaq? Asılı vəziyyətə düşməsi dediyinə görə mən bu 988 götürdüm. Çünki 1075 o asılı vəziyyətə düşmür. Sadəcə birləşdirilir Şirvanşahlara. Tamamilə birləşdirilir yəni. Onda necə olacaq? Ən birinci gələcək 3, sonra gələcək 1, sonra gələcək 4, sonra da gələcək 2. 3, 1, 4, 2. Cavab bu olmalıdır burada. 86. 19-cu əsrin 60-cı illərində Azərbaycan təhsili üçün xarakterlikdir. Bakıda orta təhsil verən Rus dilli gimnaziya 1865, cavab biri budur. İrəvan müəllimlər seminariyası 1881, bunu çıxdıq. Şamaxıda Üsul-i Cədid məktəbi 1869, bunu da götürürəm. Deməli 1-3. Avropa tipli dünyəvi məktəbin əsasının qoyulması da bu da 1830-dur. Bunu da çıxdım. Deməli cavab nədir burada? 1 və 3. 1 və 3-dür cavab. Sonra keçdik 87-yə. 87. Deməli, Respublika dövrü, imperiya dövrü Romada. Baxaq, qladiator döyüşlərini keçirməyə başlanması bu, Respublika dövrü. Qulların öldürülməsinin qadağan edilməsi bu, imperiya dövrü. Borca görə qula çevrilmiş insanların hilot adlanması bu, Spartadadır. Daxmalı qulların meydana gəlməsi, daxmalı qullar imperiya dövründədir. Spartakın başçılığı ilə qulların üsyanı bu isə Respublika dövründədir. Deməli, 1A-Y, 2B-D. Cavabımız budur. 1A-Y, 2B-D. Sonra keçdik bura. Deməli, burada Əfsərəddin Xaqani xəbər verir ki, Şirvanşahın Şəkidən Abxaza doğru hərəkət etdiyini eşitmişdir. Şirvanşah oraya Gürcü hökmdarı 3-cü Georginin hakimiyyətindən narazı olan və onu taxtdan salmaq istəyən feodal və əyanları sakitləşdirmək üçün getmişdir. Onun cəsur döyüşçüləri güclü zərbə və ilə qiyamçıları məğlubiyyətə uğratmışdır. Şirvanşahın məqsədi Gürcüstanı işğal etmək deyil, bir müttəfiq kimi qohumu hökmdar 3-cü Georgiyə taxt tacı saxlamaqda kömək göstərmək idi. O, qoşunları ilə münasibətdə çox ağıllı və ehtiyatlı siyasət yeridirdi. Qonşuları ilə, üzr istəyirəm, qonşuları ilə münasibətdə çox ağıllı və ehtiyatlı siyasət yeridirdi. Aha. Mənbədə hansı Şirvanşah hökmdarının fəaliyyətindən bəhs olunur? Söhbət təbii ki, 1-ci Axıstandan gedir. 1-ci Axıstan. Sonra mənbədə verilmiş hansı xüsusiyyət Şirvanşah hökmdarını Şəmsəddin Eldənizdən fərqləndirir? Gürcülərlə dostluq. Çünki mətndən də göründüyü kimi 1-ci Axıstan Gürcülərlə dostluq eləyirdi, amma yəni Şəmsəddin Eldəniz Gürcülərlə mübarizə aparıb. Sonra bəhs olunan dövrdə Şirvanşah hökmdarının diplomatik fəaliyyəti ilə bağlı mənbədə verilməyən 2 hadisə. Hə, bu nə olacaq? Bu birincisi Səlcuqlarla dostluğu bərpa etməsi ola bilər. İkincisi də o ola bilər ki, məsələn, Qızıl Arslana qarşı mübarizə ola bilər. Qızıl Arslana qarşı mübarizə aparması, bax, belə bir şey ola bilər. Yəni, o da yəni, ola bilər. Və yaxud da belə ola bilər ki,
E, Gürcülərdən yardım istəməsi ola bilər. Gürcülərdən yardım istəməsi, o da ola bilər Slavyan donanmasına qarşı. E, Yəni belə, bu ola bilər. Və yaxud da Eldənizdən asılığı qəbul etməsi, yəni o da ola bilər. Yəni bunları yazmaq olar. Bunları yazmaq olar. Belə, hörmətli izləyicilər, rəy bölməsində neçə düzünüz qalıb, onları da yazmağı unutmayın. Həmçinin hansısa sual sizə qaranlıq qalsa, onu rəy bölməsində yazın, mütləq cavab verəcəyik. Və həmçinin bizə suallarınızı aşağıda qeyd elədiyimiz nömrə ilə əlaqə saxlayaraq verə bilərsiniz. Paylaşmağı, like düyməsinə sıxmağı da unutmayın. Növbəti görüşlərə qədər. Sağ olun.